Prezident İlham Əliyevin müharibədən dərhal sonra ATƏT Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Andrew Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kasperşki qəbul edərkən onların necə və niyə ölü bir təşkilata çevrildiyini də bir daha açıq, aydın bəyan etdi. BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi. Bu açıq sual olaraq qalır. Lakin hazırda bu artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim, var. Tarix göstərdi ki, mən haqlı idim. Var idi. Fikrimcə, hərbi variant yoxdur deyənlərin indi özləri anlayır ki, var idi. Çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.